Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya vəl mürsəlin. Nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain. Müəllif hədis gətirir. Bu hədis məhşur hədisdir. O şəxslər ki, cənnətə sorğu-sualsız girəcək. Peyğəmbər s.ə.v deyir ki, qiyamət günü ümməti mənə göstərildi və deyildi ki, bunlardan 70.000 nəfər sorğu-sualsız cənnətə daxil olacaq. Sonra izah edir. Başqa bir hədisdə gəlib ki, Peyğəmbər s.ə.v evə daxil olur. Sahabələr arasında mübahisə düşür. Bəzilər deyir ki, mühacirlərdir, 70.000. Bəzilər deyir ki, Peyğəmbər s.ə.v-in yanında olanlardır. Bəzilər deyir ki, Bədir əhlidir və s. və s. Fikirlər deyirlər. Peyğəmbər s.ə.v çıxdı deyir ki, onlar o kəslərdir ki, ruqiyyə etməzlər. Ruqiyyə etməyi tələb etməzlər. İndi izah edəcəm nə deməkdir. Key və lə yəktəvun, key etməyi tələb etməzlər. Və lə yətətayyarun, tətayyur etməzlər. Və alə Rabbihim yətəvəkkəlun, və Rəblərinə təvəkkül edərlər. Ruqiyyə nə deməkdir? Müalicədir. Quranla müalicə. Quran ayələrini oxumaqla müalicə etmək. Kiminsə, məsələn, arasında ağrıyır, xəstəlik üz verib, baş ağrıyır, revmatizması var və s. və s. O yerə əlini qoyub Quran ayəsini oxumaqla, əgər Allahdan ürəkdən istəsə və yalnız ona ümidini bağlasa, Allah ona kömək olacaq. Və kimsə ona bu cür müalicə etsə, yenə Allah ona kömək olacaq. Hər ikisi caizdir, özünə etmək və kiməsə etmək caizdir. Lakin kimdənsə tələb etmək ki, gəl mənə bunu et, bu cür müalicə et. Bu cür edənlər bu 70.000-ə daxil olmayacaq. O 70.000 bu cür etməyənlərdir. Müalicə tələb etmir. Gəl mənə müalicə et. Quran ayəsi ilə. Key, yandırmaq. İndi çıldaq deyirlər ona, nə deyirlər? Allah bilir. Amma yandırmaqla qorxunu aparır. Bu cür Peyğəmbər s.ə.v vaxtında edirdilər. Rasulullah s.ə.v heç nə demirdi onlara, qadağan etmirdi. Yandırmaq özünü və yaxud kimisə bunu sahabələr edirdi, qorxunu aparmaq üçün. Amma yandırmağı tələb etmək, getmək, harasa demək ki, gəl məni yandır, bununla da qorxum geçsin. Yenə bunlar da 70.000-ə daxil olmayacaq. Və üçüncü, tətayyur quş sözündən, tayr sözündəndir. O zaman quş uçurdurdular. Sağ tərəfə getsə, gedib öz məqsədlərini həyata keçirirdilər. Hər hansı bir işi görürdülər. Sol tərəfə getsə, o işin dalıcan getmirdilər. Nikbillik, bədbillik edirdilər. Bunu da qadağan edir. İndiki zamanədə də o qədər belə şeylər var ki, güzgüyə baxma, gecə vaxt, dırnaq tutma, nə bilim, saç qırxma, neynəmə, zil dökmə və s. Və yalnız Rəblərinə təvəkkül edirdilər. Bu 4 şey edən sorğu-sualsız cənnətə daxil olur. İndi siz fikir verin. Bu 4 şeydən uzaq, heç bir əməl etmədən, yalnız Peyğəmbər s.ə.v deyir ki, ya Rasulullah, dua etmən də onlardan olun. Uqqəş ibn Muhsin radiyallahu anhu, Peyğəmbər s.ə.v deyir, sən onlardansan. Yəqinliklə. Sən fikir ver, subhanallah. Heç nədən, bir dənə yalnız istədi, hamını qabaqladı, o xeyrə nail oldu. İkinci sahabə qalxır, deyir ki, ya Rasulullah, dua et, mən də onlardan olun. Sən bu cavaba bax. Onun xətrinə dəymir və o qapını da açmır ki, elə hamı birdən istəsin, hamıya versin. Hamıya desin ki, siz də onlardansınız. Bir cavabla həm onun xətrinə dəymir, həm də o qapını açmır ki, hamı istəsin. Deyir ki, Uqqəşə səni qabaqladır. Əssalam. Artıq heç nə demir Peyğəmbər s.ə.v. Uqqəşə ibn Muhsin radiyallahu anhu artıq fikir verin, həyatda bilirdi ki, 70.000-in arasında olacaq. Sonra o sualsız cənnətə girəcək. Sonra askırmaq barəsində. Görürsən ki, bizdə, metroda, avtobusda, askıranda
belə kinli hamısı baxır, tək səbri gətirdi. Başa düşmürlər ki, bu səbir Allaha xoş gedir. Peyğəmbər s.ə.v deyir ki, həqiqətən Allah askıran şəxsi sevir. Yəni, o askırmağı, hər hansı bir insanın askırmağını xoşlayır. Niyə? Ona görə ki, askırdıqda deyir, əlhəmdülillah. Həmd edir Allaha. Amma əsnəməyi Allah subhanətə alə bəyənmir, sevmir, xoşlamır. Əsnədikdə şeytan girir insana. Ağzını açıb, ağzını niyə tuturuq əsnədikdə? Belə ya da sol əlinin arxası ilə. Sol əlinin içərisi ilə olmasın. Müqdar yerə toxunduğuna ilə. Nə üçün? Tuturuq ki, şeytan daxil olmasın. Gülməli gələ bilər. Hanı şeytan? Ağzımı açdım, qoy girsin. Sən görmürsən, o girir və istədiyi yerdən də çıxır. Əlhəmdülillah demək sünnədir. Yəni ki, yaxşı olar ki, deyərsən, həmd edirsən Allaha. Ancaq yərhəmukallah demək həmən şəxsə. Bu əlhəmdülillah dedikdə sən ona yərhəmukallah deməyin vacibdir. Yenə yəhdikumullah və əslu bələkum cavabını vermək, bu da sünnədir. Yaxşı olar ki, deyərsən. Bir şəxs Peyğəmbər s.ə.v yanında asqırıb, əlhəmdülillah deyir, ona yərhəmukallah deyir. İkincisi asqırıb, heç nə demir, ona heç nə demir. Yərhəmukallah demir. Çünki Allaha həmd etmədi. Amma bu bədbəxt o zamanki yahudilər Peyğəmbər s.ə.v-in yanına gəlir, qəsdən özlərini asqırdırlar. Burnunu eşməklə, ya burnuna nə bilim, neysə soxmaqla. Asqırırlar, əlhəmdülillah deyirlər ki, Peyğəmbər s.ə.v onlara desin, yərhəmukallah. Çünki əgər Rasulullah s.ə.v desə ki, Allah sənə rəhm etsin, rəhm edəcək. Lakin Peyğəmbər s.ə.v yərhəmukallah əvəzinə deyir, yəhdikumullah. Allah sizə hidayət versin, sizi islah etsin. Yərhəmukallah demir. Onların o fitnəsini başa düşür. Muaz ibn Cəbəl radiyallahu anhu deyir ki, Peyğəmbər s.ə.v ilə bir dəfə səfərdə idim. Rasulullah s.ə.v mənə müraciət etdi ki, ey Muaz, bilirsən Allahın qulları üzərində olan haqqı nədir? Dedim ki, Allah və Rasulü bilir. Dedi ki, ona ibadət edib, heç kəs ona şərik qoşmamaq Allahın haqqıdır. Qullar üzərində olan haqqı. Bəs bilirsən, qulların Allah üzərində olan haqqı nədir? Dedim ki, yox, Allah və Rasulü bilir. Dedi ki, onların o tək Allahlığa ibadət etdiyinə görə əzab verməyib cənnətə daxil etməsi Allahın haqqıdır. Və Muaz ibn Cəbəl radiyallahu anh deyir ki, ya Rasulullah, olar ki, mən bu xəbəri insanlara çatdırım ki, əgər tək Allah'a ibadət etsəz, şərik qoşmasaz, Allah sizə əzab verməyəcək. Peyğəmbər s.ə.v dedi, yox. Yoxsa onlar arxayınlaşacaqlar. Ancaq tək Allah'a ibadət edəcək, başqa şeylər yaddan çıxacaq. Muaz ibn Cəbəl radiyallahu anh ölənə qədər buna heç kəsə demir. Lakin öləndə iştihad edir ki, elmi gizlətmək olmaz. Və bunu danışır. Və beləliklə də çoxları arxayın olur, xüsusən də o murciyalar. Tək Allah'a iman gətirirəm, inandım, bəsdir.